Zaqatala rayonunda fəaliyyət göstərən fındıq zavodunun müdiri Ramazan müəllim uzun illərdir ki, öz peşəkarlığı, məsuliyyətli idarə etmə üslubu və yüksək təşkilatçılıq qabiliyyəti ilə seçilən nüfuzlu rəhbərlərdən biridir. Onun rəhbərliyi altında zavod təkcə istehsal müəssisəsi kimi deyil, eyni zamanda regionun sosial-iqtisadi inkişafına töhfə verən mühüm bir struktur kimi fəaliyyət göstərir. Ramazan müəllim hər zaman işin keyfiyyətinə, şəffaflığına və müasir standartlarına xüsusi önəm verir. Ramazan müəllimin rəhbərliyi dövründə zavodda istehsal prosesi tam sistemli şəkildə qurulmuş, texniki təhlükəsizlik və gigiyena qaydalarına ciddi nəzarət mexanizmi yaradılmışdır. Müasir avadanlıqlardan istifadə olunması, məhsulun keyfiyyətinə daimi nəzarət və ixrac standartlarına uyğunluq zavodun nüfuzunun artmasına səbəb olmuşdur. Bu isə Zaqatala fındığının həm ölkə daxilində, həm də xarici bazarlarda tanınmasına və rəqabət qabiliyyətinin yüksəlməsinə şərait yaratmışdır. Ramazan müəllim işçi kollektivinə xüsusi diqqət və qayğı ilə yanaşan rəhbərlərdən biridir. O hər bir əməkdaşın hüquqlarını qoruyur, əmək şəraitinin yaxşılaşdırılması və stabil iş mühitinin yaradılması üçün daima çalışır. Zavodda çalışan onlarla ailənin dolanışığının təmin olunması, gənclərin işlə təmin edilməsi və peşə vərdişlərinin formalaşdırılması onun sosial məsuliyyətinin bariz nümunəsidir. Ramazan müəllim kollektivdə qarşılıqlı hörmət, birlik və əməkdaşlıq mühitinin formalaşmasına nail olmuşdur. Ümumilikdə Ramazan müəllim savadlı, uzaqgörən və işinin əsl bilicisi olan bir rəhbər kimi Zaqatala rayonunda böyük nüfuz sahibidir. Belə məsuliyyətli və fədakar rəhbərlərin fəaliyyəti bölgənin inkişafında mühüm rol oynayır. Ramazan müəllimə gələcək fəaliyyətində uğurlar arzulayır, onun əməyini yüksək qiymətləndirir və hər kəsə nümunə göstəririk. Əziz Ramazan müəllim, həmçinin sizi qarşıdan gələn dünya Azərbaycanlılarının həmrəyliyi günü və yeni il münasibəti ilə səmimi qəlbdən təbrik edir. Sizə möhkəm can sağlığı, ailə səadəti, uzun ömür arzulayırıq. Yeni iliniz mübarək.